بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين أما بعد قال الله الحكيم في محكم كتابه الكريم بلى من أوفى بعهده واتقى فإن الله يحب المتقين صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah'ın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Cümə gününüz mübarək olsun. Allah bu cümənin xeyir və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, İslam ümmətinə və bütün bəşəriyyətə nəsib eləsin. İlk öncə özümü, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar ver. Bugün cəmiyyətin, bugün ictimaiyyətinin, dövrümüzün, zəmanəmizin insanını bir çox mühüm suallar maraqlandırır. Suallar çoxdur, amma ən mühüm suallardan biri onun özünə verə biləcəyi bu sualdır ki, görəsən insanın dəyəri nə ilə ölçülür? İnsan məsələn sual verə bilər ki, görəsən dəyər çox varlı, çox pullu olmaqdırmı ki, ona can ataq? Bunun cavabı, iki cavabı var. Varlı olmaq o vaxt dəyərli olar ki, insan o var dövlətin onun özünə və ətrafındakılara xeyri dəysin. Əgər yox, onun var dövlətinin özünə təkcə xeyri dəyirsə, ətrafındakılara xeyri dəymirsə, bu dəyər sayılmır, dəyər hesab olunmur. Birincisi. İkincisi, insan ola bilər sual verər ki, bəs görəsən var dövlət deyil, vəzifəli olmaqdırmı dəyər? Dəyərli olmaq üçün vəzifəyə mi can atmalıyıq? Burada da iki cavab var. Əgər onun vəzifəsinin xalqına, millətinə, ətrafındakı insanlara xeyri dəyirsə, dəyərlidir. Yox, xeyri dəymirsə, su istifadə edirsə əksinə öz vəzifəsindən, özün başqalarını vəzifə ilə, pulla üstün görürsə, bu dəyər deyil, əksinə onun ziyanı var. Yaxud insan ola bilər fikirləşər ki, bəlkə də güclü olsam, qüvvəli olsam, dəyərli hesab olunaram. Bunun da cavabı ikidir. İki cavabı var. Biri budur ki, əgər onun gücü, qüvvəsi ətrafındakı zəiflərin qorunmasına xidmət göstərirsə, bəli, bu dəyərlidir, dəyərli sayılır. Əgər yox, zəifləri əzməyə xidmət göstərirsə, özündən gücsüzləri incitməyə, onları soymağa, talamağa xidmət göstərsə, xeyr, dəyər deyil. Bəs görürsən, elə bir şey varmı ki, o bir mənalı olaraq dəyər hesab olunsun? Bəli, var. Nədir o? O, insanın öz sözünə sahib çıxmasıdır. İnsan öz sözünə sahib çıxırsa, o bir mənalı olaraq dəyər sayılır. Da burada ikinci cavab yoxdur. Görəsən, belə olarsa, belə olar, elə olarsa, xeyr. İnsan varlı da olsa, sözünə sahib çıxırsa, dəyərli insandır. Kasıb da olsa, sözünə sahib çıxırsa, fikir versə, dəyərli insandır. İnsan vəzifə sahibidir, sözünə sahib çıxırsa, vəzifə sahibi olsa da, olmasa da, dəyərli şəxs sayılır. İnsan əgər sözünə sahib çıxırsa, gücü, qüvvəti olsa da, zəif də olsa, dəyər sahibidir. Yaxud savadlı oldu, savadı hansı səviyyədə olsun, fərqi yoxdur. Savadlı da olsa, savadı zəif də olsa, söz sahibidirsə, öz sözünə sahib çıxmağı bacarırsa, o dəyərli insandır. Deməli, elə bir dəyər var ki, aləmdə bütün ictimaiyyəti, cəmiyyəti öz ətrafında birləşdirə bilir ki, o
insanın əhdinə vəfalı olmasıdır. Ona görə Allah Teala Quran-ı Kərimdə bu barədə ilk öncə iman əhlinə müraciət eləyir, xitab eləyir. Buyurur, Yə eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, avfu bil-uqud, əhdlərə, bağladığınız əqdlərə vəfalı olun. Və başqa bir ayədə bunun səbəbini açıqlayır bizlərə. Niyə görə bağlı olaq? Niyə görə bağladığımız əqdlərə, əhdlərə vəfalı olaq? Çünki buyurur, İnnəl əhdə kənə məs'ulə, avfu bil-əhdi, innəl əhdə kənə məs'ulə. Əhdlərə əhdə vəfa eləyin, çünki əhd sorğu-sual olunacaq. Əhd barəsində görəsən sorğu-sual olunacaq bizdən, yoxsa necə? Allah çünki ayədə buyurmur ki, əhd barəsində sizdən sorğu-sual olunacaq. Ayəyə fikir verdiniz, əhdə vəfalı olun, çünki innəl əhdə kənə məs'ulə. Əhd sorğu-sual olunacaq, demir ki, əhd barəsində. Niyə görə demir ki, əhd barəsində sizdən sorğu-sual olunacaq? Deyir, əhdin özü sorğu-sual. Çünki insan bəzən özünü müdafiə eləmək üçün dünyada öyrəşdiyi kimi, axirətdə də bəlkə də çalışar ki, dili söz tutub danışsa, əhdə nə qədər vəfalı oldun deyə insandan soruşsa, mümkündür insan yalan danışsın. O çətin vəziyyətdən xilas olmasın. Ona görə Allah Teala demir ki, əhd barəsində sizə sorğu-sual veriləcək. Allah Teala buyurur ki, əhdin özü sorğu-suala çəkiləcək ki, bu insan sənin barəndə nə qədər sədaqətli oldu. Ey əhd, bu filan şəxs sənə nə qədər sadiq qaldı, sədaqətli oldu, sənə nə qədər riayət elədi. Əhd isə təbii ki, Allahın verdiyi suala hər bir insana uyğun olaraq düzgün cavab verəcək. Deməli, əhd çox böyük bir, mühüm bir amildir. Çox geniş bir mövzudur. İnşallah çalışacaq ki, qısa şəkildə bu haqda məlumat verək. Əhd yalnız müqavilə bağlamaq deyil ki, məsələn deyəsən ki, mən müqavilə bağladım, şərtlərinə əməl edeyim. Əhdin əslində mənası çox böyükdür. Əhd insana öz fitrətinə qaytarır, əhdə əməl etmək. Çünki biz Allahla aləm üzərdə söz verib, əhd bağlayıb dünyaya gəlmişik deyə, hər dəfə əhdimizə əməl etməyimiz bizə öz fitrətimizi xatırladır, fitrətimizə sadiq qaldığımızı, sahib çıxdığımızı xatırladır. Hər dəfə əhdi pozanda da fitrətimizi korlamış sayıldıq. Məsələn, görsən, bugün beynəlxalq müqavilələrin özü nəyi ehtiva eləyir, nəyi ifadə eləyir? Onu ifadə edir ki, yəni ona sadiq qalmaq lazımdır. Bəzən görsən, məsələn, atəşkəs imzalanır. İndi o atəşkəsə əgər sadiq qalınırsa, əhdə vəfa göstərilirsə, bütün işlər öz axarı ilə getməyə başlayır, öz axarında gedir. Əhdə sadiq qalınmırsa, pozulursa, görsən bütün işlər korlanır. Gör, əhdə sadiq qalmaq, əhd mövzusu gör nə qədər mühüm mövzudur ki, ölkələrin də siyasi, ictimai hadisələri nizamlayır. Dünyanın bütün ictimai hadisələri əhdə vəfadarlığın üzərində nizamlanır. Bu qədər vacib məsələdir. Beynəlxalq münasibətlərdən başlayır əhdə vəfadarlıq, gəlir ailələrin tərkibinə. Cəmiyyətə və cəmiyyətdən də ailələrin tərkibi ki, cəmiyyətin mühüm hissəsini ailələr təşkil edir. Ailələrin içindən başlayır o əhdə vəfadarlıq. İnsanın öz ailəsindən, öz övladına, öz ailəsinə, öz valideyninə münasibətindən. Orada insan sınağa çəkilir, orada, belə deyək, məşq edək də, yavaş-yavaş çıxır cəmiyyətdə o əhdə vəfadarlığına nə qədər sadiq qaldığını göstərir. Çünki əhd insanda məsuliyyət yaradır, əhd insanda cavabdehlik gətirir və xüsusən də ilahi nəzarət var bu işdə. Ona görə əziz Peyğəmbərimiz, imamlarımız əleyhimussalamdan rəvayətlərdə buyurulur ki, dini olmayanın əhd peymanı olmaz, yaxud əksinə əhd peymanı olmayan, əhdə vəfa etməyənin dini olmaz. Yəni, birbaşa insanın fitrəti ilə, dini ilə, mənəvi aləmi ilə bağlı bir amildir, xüsusiyyətdir. Əhd imanın göstəricisidir. İmam Sadiq əleyhissalam buyurur ki, insan üç şeydə onun münafiq yaxud mömin olması üzə çıxar.
üç şeydə möminlə münafiq bir-birindən fərqlənər. Buyurur, birincisi doğru danışmaq, ikincisi əmanətə xəyanət eləməmək, üçüncüsü də əhdə vəfa etmək. Görürsünüz, Həzrət çox şey sadalamır, çox xüsusiyyətlərə toxunmur. Cəmi 3 xüsusiyyətə toxunur, amma çox mühüm xüsusiyyətlərə toxunur. Cəmiyyətin çox böyük ehtiyacı olduğu xüsusiyyətlərə toxunur. Birincisi, bunu doğru danışmaq. İnsan mümkündür namaz qılsın, mümkündür məscidə gəlsin, məscidə gəlib gedənlərdən olsun, gündəlik yaxud cümə günləri fərqi yoxdur. Amma onun namazı meyar deyil imanı. Onun imana olan meyarı, imanın meyarı doğru danışmaqdır. Yəni namaz qılsa da, məscidə gəlsə də, yalan danışırsa, onda münafiqliyin əlaməti var. İmam Sadiq əleyhissalamın hədisinə əsasən. Yalan danışırsa da, deməsin ki, mən məscidə gedirəmsə problemi yoxdur. Mən yalan danışsam da mömin sayılım, xeyr. Həzrət buyurur, möminlə münafiqi fərqləndirən xüsusiyyətdir. Doğru danışırsa mömindir, məscidə gələnlərdən, namaz qılanlardan, kim ziyarətə gedənlərdən, kimlər ki, doğru danışırsa, onlar mömindir. Kimlər ki, doğru danışmırsa, Həzrət buyurur ki, bu münafiqliyin əlamətidir. İkincisi buyurur, əmanətə xəyanət etməmək. Və insan deyə bilməz ki, mən filan yeri ziyarət eləmişəm, yaxud filan savadın sahibiyəm, gecə namazları qılıram, hələ günorta, gündəlik vacib namazlardan əlavə, mən əmanətə xəyanət edirsə, deməli, burada münafiqliyin əlaməti var həmin şəxsdə, əmanətə xəyanət. Əgər etmirsə, deməli, onun elə qıldıqları onun üçün zinət sayılır. Onun məscidə getməsi zinətlidir, onun gecə namazları dəyərlidir. Və buyurur, üçüncüsü, nəhayət sonuncusu, buyurur, əhdə vəfa eləmək. İnsan əhdə vəfa eləyirsə, namaz qılır, nə gözəl, onun namazı ilə bəyənilmiş namazdır. Onun imanı, məscidə gəlib getməsi Allah yanında da hörmətlidir, insanlar arasında da dəyərlidir. Əgər yox, riayət eləmirsə, əhdə, verdiyi sözə sahib çıxmırsa, namaza, məscidə yox, Kəbəyə də getsə xeyri yoxdur. Həci də olsa, əgər verdiyi sözə riayət eləmirsə, əhdinə sadiq qalmırsa, onun həcə getməsinin, Kəbəyə getməsinin nə faydası olar? Ona görə Allah Teala bu mövzuda ilk öncə iman, inanc əhlinə, inanclılara, inanclı insanlara müraciət edir və xitab edir ki, ey iman gətirənlər, əhdlərə vəfa eləyin, əqidlərinizə vəfa eləyin. Psixoloji cəhətdən də əhdə vəfasızlıq insanın daxilində bir parçalanma yaradır. İnsan fikirsə Quran-ı Kərimdə Allah Teala buyurur ki, Allahın birləşdirməsini istədiyi şeyi parçalayarlar. Və yəqtə'unə mə əmərəllahu bihi ən yusəl. Allahın birləşdirməsini istədiyi şeyləri parçalayarlar. İnsanın daxili aləmi bütövdür. Və bəzən insan müəyyən xüsusiyyətləri körlamaqla o bütövlüyü pozur, parçalayır. İnsan əhdinə vəfa eləməyəndə onun daxilində bir parçalanma, fitrətində bir parçalanma yaranır, dağınıqlıq yaranır. Ki, ikiyüzlülük də elə deyir, insanın o parçalanmasının bir tərəfidir. Mənəvi aləmdə insanın ikiyüzlü olması nədən yaranır? Söz verir, sözünə riayət eləmir, olur ikiyüzlü, yəni daxili parçalanma. Əvvəl bütöv idi, bir üzü var idi, bütöv şəkildə idi, artıq parçalandı iki yerə. Deyir, görəsən nəydən yaranır? Niyə görə insan əhdinə vəfa eləmir? Onun hansı səbəblər, amillər səbəb olur ki, insan əhdinə vəfasızlıq göstərir. Birincisi deyir, əvvəla ani hisslər bəzən uzun müddətli dəyərlərə qalib gəlir. Ani hissə qapılırsan, həvai həvəs, nəfsani istəklər, söz vermişdin Allahla arandakı günah eləməyəsən məsəl üçün, yaxud biri ilə söz vermirsən ki, görüşəcəksən harada, indi ani bir hiss duyğu sənə qalib gəldi, uzun müddətli qərar olan sözə, əhdvə vəfasızlıq göstərdin və o dəyəri tapdalamış oldun. İkincisi deyir, rahatlıq psixologiyası. İnsanda rahatlıq anlayışı, vərdişi xarakteri formalaşır bəzən. Görsən, məsələn, deyirsən ki, bəli, filan kəslə filan yerdə görüşəcəm, yaxud filan kəsə kömək əli uzadacam. Filan kəsin çətin işlərinə, məsələn, onunla danışdın, deyirsən ki, gəlib sənin çətin işini həll eləməyə kömək eləyəcəm. Ona kömək eləyəndə sənin istər-istəməz rahatlığın pozulmalıdır, bu təbiidir.
Sən də evdə oturub divanda uzanıb baxa bilməzsən. Qalxmalısan, geyinməlisən, getməlisən, zəhmət çəkməlisən, ona kömək eləməlisən. Bu sənin rahatlığı poza bilər. İnsanda o rahatlıq psixologiyasına poza bilər. Amma ən vacibi nədir? Ən vacibi odur ki, söz vermisənsə, rahatlığın pozulsa belə o sözə əməl eləməlisən. Deməli, rahatlıq psixologiyası insanda əhdin pozulmasına səbəb ola bilir. Üçüncüsü isə cəmiyyətdə sosial ünsiyyətin, sosial məsuliyyətin azalması. İnsanlar böyük bir faciədir. İctimai şəkildə görsən, verilən sözlərə əməl olunmur deyə hamı bir-birinə baxır, deyir, elə mən düz yolu gedmək mənə qalıb. Göyə yaxud mən yaxşı olmaqla dünyanı düzəldəcəm, təkcə mənlə dünya düzələcək. Bəli, sənlə dünya düzələcək. Hamı elə sən kimi özünə baxsa ki, mənlə dünya düzələcək, əlbəttə dünya düzələcək. Və hər bir kəs özünə qiyamət günü cavabdehliyi daşıyır. Bilməlidir ki, əhdə sual veriləcək sənin barəndə, sən o həmin gün nə cavab verəcəksən. Nəticə budur ki, insan deyir, söz verəndə özün ideal hiss eləyir. Amma sözünə vəfasızlıq eləyəndə nəfsin ideal görür. Söz verəndə insan qürurlanır ki, mən falan işi görəcəm, bəli, səndən falan yerdə görəcəm, sənin çətinliyi həll eləyəcəm. Söz çıxdı ağzından, özün ideal görür. Bir qədər, məsələn, ola bilər insanı təkəbbür basar, həmin vaxt Allah eləmək, özü qapıla bilər. Amma deyir, o sözə riayət eləməyəndə artıq nəfsində bir təkəbbür, nəfsin böyüdmüş sayılır. Əsəl təkəbbür orada yaranır. Nəfsini ideallaşdırmış sayılır. İnsanın nəfsinə sahib çıxması və sözünə riayət etməsi, sözün üstündə duran insan elə onun daxilində sabitliyi olur. Söz verib sözünə sahib çıxan insanın daxili sabitliyi olur. İlk öncə elə özünə hörmət eləmiş sayılır və başqalarının etimadını qazanır. Bugün ən böyük problem, ən böyük ehtiyac əslində insanın sözünə sahib çıxmaq ehtiyacıdır. Dövrümüzün ən böyük kapitalı, ən bahalı kapitalı etimad qazanmaqdır. Etibar qazanmaqdır. Söz verib sözünə sahib çıxmaqdır. Hərə bunu başqa şeylərdə, maddiyyatda axtaranda dəyərli insanlar, ali məqamlı insanlar, mənəviyyatlı, alicənab insanlar sözünə sahib çıxmaqda axtarırlar ən bahalı dəyəri. Ki, bunun da kökü təbii ki, Ələst aləmindəndir. Yəni, zərrəciklər aləmindən gəlir ki, aləm zərdə, o aləmdə Allah Teala buyurur, Ələstu bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi deyəndə, biz orada söz vermişik ki, bəli, Rəbbimizsən deyə gəlmişik. İndi o sözün sübuta yetirilmə meydanıdır dünya. Ona görə insan deyir, əhdinə vəfa eləyəndə, sanki o ilkin əhdi, Allahla bağladığı əhdi dünyada davam etdirmiş sayılır. Amma əhdin pozanda həmin ilahi fitrətə xəyanət eləmiş sayılır. Deyir, əhd mühüm cəhətlərindən biri nədir? Çox mühüm cəhəti budur ki, bəlkə də ən mühüm cəhəti budur ki, Allahla rabitədir. İlahi rabitədir, Allaha bağlılıqdır. Nə mənada Allaha bağlı? İnsan deyir, nə qədər ki, əhdinə, sözünə sadiq qalır, Allahın sadiq sifətinə sanki bağlanmış sayılır. Fikir verirsə, ən sədaqətli kəs kim sayılır? Ən sədaqətli olan kimdir? Allah. Çünki Quran-ı Kərimdə buyurur, وَمَنْ أَسْتَقُ مِنَ اللّٰهِ قِيلًا. Başqa bir ayda buyurur, وَمَنْ أَسْتَقُ مِنَ اللّٰهِ حَدِيثًا. Allahdan daha sadiq, daha doğru danışan kim ola bilər? Ən sədaqətli Allah. İnsan sədaqət prinsipinə riayət eləyəndə sanki Allahın sədaqət təzahürü sayılır. Allahın sadiq sifətinə yaxınlaşmış sayılır. Ona görə deyirlər ki, əhdə vəfadarlıq ancaq davranış qaydası deyil. Eyni zamanda ilahi sifətlərin təcəllasıdır. Allahın sadiq sifətinin insandakı təcəllası sayılır. Ona görə deyir ki, ümumiyyətlə insan fikirləşməlidir ki, danışıqların hamısını nəzarətə götürməlidir ki, mən nə söz verirəm. Deyir, çalışasan az söz verəsən,
Amma söz verdiklərinə əməl eləyəsən. Nəinki çox söz verib hamının gönlün, qəlbin ələ alasan, sonra onları riayət etməməklə nizam-intizamı pozasan. Çalış, söz verəndə, sözlər, ağızdan çıxan bütün sözlərə nəzarət elə, az söz ver, amma o verdiyin sözlərə əməl elə. Allahın verir izzət cəlalı xatirinə bizi sözü bütöv insanlardan qərar versin, sözünə sahib çıxmaqla ilahi rəzayətə qovuşanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna şaniyaka huvel abtar. Sadaqallahul aliyyul azim. Söz verib sözə əməl etmək, sahib çıxmaq haqqında, əhdə vəfa etmək, vəfadarlıq haqqında danışırdıq. Görürsən, Quran-Kərimin ayələrində, hədislərdə bura hansı cəhətdən toxunulur, hansı nüanslarına diqqət cəlb olunur. İstəyirdim ona o haqda danışım. Məsələn, Bəqərə surəsi 177-ci ayədə Allah Teala buyurur: وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا. Əhd bağladıqları zaman, söz verdikləri zaman öz əhdlərinə vəfadar olarlar, vəfalı çıxarlar. Əslində Allah Teala bu ayədə yaxşılıq haqqında danışır, yaxşılığın nə olması. Deyir, yaxşılıq o deyil ki, üzvü şərqə yaxud qərbə tutasan. Əsl yaxşılıq odur ki, başlayır sadalayır yaxşı xüsusiyyət, salih bəndələrin xüsusiyyətlərin. O xüsusiyyətlərdən biri cimridə göstərir ki, həqiqi yaxşılıq söz verəndə sözünə, əhdinə vəfalı olmaqdır, olanların xüsusiyyətləridir, əməlləridir. Və mərhum Əllamə Təbətəbai bu ayə haqqında yazır ki, bir ayədə bir kəlməsi ərəb dilində yaxşılıq deməkdir. Buyurur, zahiri əməllərlə, yaxşılıq zahiri əməllərlə ayədəki o bir kəlməsi, yəni yaxşılıq, həqiqi yaxşılıq zahiri əməllərlə məhdudlaşmır. Deyir, əslində bu yaxşılıq ki eləyirsən, zahirdəki yaxşı işlər görürsən, bu əslində batini sədaqətin zahirdəki təzahürüdür. İnsan zahirdə yaxşı işlər görməsi bilirsiniz nəyin? Onun batinindəki gözəlliyin simasıdır, üzdəki siması, görüntüsüdür. Əhdə vəfadir imanın praktiki sübutudur. Kim ki əhdinə vəfa edirsə, onun qəlbində imanın olmasının praktikasıdır, təcrübəsidir. Əgər bir şəxs yaxşı söz verdiyinə əməl edirsə, deməli bu onun daxilindəki imandan xəbər verir. Və bir qəlbdəki doğruluğun xarici formasıdır. Sən qəlbində doğru insansan, doğrucul, sədaqətli insansan. Bunun xarici simasıdır, əhdə vəfadarlıq eləmək, yaxşılıq eləmək. İnsanın iki təbəqədən ibarətdir. Birincisi zahir əməl forması, ikincisi isə batini, niyyət və sədaqəti. Əhdə vəfa isə deyir, batinin zahirdə doğrulanması deməkdir, təsdiqlənməsi deməkdir. Təsdiq sözü sədaqət sözündəndir. Doğrulanmaq, təsdiqlənmək. Yəni, insanın zahiri ilə batininin bütövlüyün göstərən hansı xüsusiyyətdir əhdə vəfadar olmaq? Ki, deyir, ariflərin dili ilə desək, sadiq insan zahiri ilə batini arasında fərqi olmayan şəxsdir. Ali İmran surəsi 76-cı ayədə Allah Teala buyurur ki, "Mən awfa bi ahdihi wattaqa fa innallaha yuhibbul muttaqin." Kim əhdinə vəfadar olarsa və təqvalı olarsa, bilsin ki, Allah təqvalıları həqiqətən də sevir. Əl-Mizan təfsirində bu haqda yazılır ki, əhdə vəfa ilə təqva niyə yanaşı zikr olunub? Onu açıqlayır. Ki, niyə görə deyir ki, əhdə vəfalı olarsa bir kəs, eyni zamanda təqvalı olarsa Allah təqvalıları sevir. Niyə görə əhdə vəfanı təqvalılıqla yanaşı gətirir? Deyir ki, çünki təqva ilahi sərhədləri qorumaqdır. Bütün ilahi sərhədləri qorumağa təqva deyilir. Əhdi isə həmin sərhədlərin bir hissəsidir. Fikir verirsiniz, Allah Teala buyurur ki, kim əhdə vəfa eləyərsə və təqvalı olarsa, demir əhdə vəfa eləyənləri sevir, deyir təqvalıları sevir. Çünki təqva daha geniş bir məfhumdur. Və təqvalı şəxsin təqvalı olduğu göstərən xüsusiyyətlərdən biri də əhdə vəfadar olmaq. Əhdə vəfadar olmaq, onun təqvasını eşir. Demək, təqva imanın əhdə vəfadarlıq imanın göstəricisidir, təqvanın təzahürüdür.
Əhdə vəfa eləyən insan təqva halında yaşayır, təqvanı həyatında yaşadır. Və burada da diqqəti cəlb edən xüsusi sözlərdən biri də, kəlmələrdən biri də Allah deyir, fə innəllaha yuhibbul muttəqin. Allah təqvalıları sevir. Əslində Allahın sevməsi, sevgisi adi sevgi deyil. İlahi məhəbbət fərqli bir şeydir. İlahi məhəbbətdə Allaha yaxınlıq məqamı var. Sanki Allaha kim ki əhdinə vəfadar çıxırsa, vəfalı olursa, bu təqva ilə yanaşı olanda Allahın sevgisini qazanmağa xidmət göstərir. Həm təqvanın nişanəsidir, təqvanın nişanəsi olduğuna görə də Allaha məhəbbətin sanki yoludur. Allahın məhəbbətinə gedən yol təqvalı olmaqdan, təqvalı olmağın xüsusiyyətlərinin, göstəricilərindən də biri əhdə vəfadar olmaqdır. Allahın sadiq sifətinə insanı yaxınlaşdırır, sədaqətli olmaq, əhdə vəfa eləmək. Və sanki insan bir əmanət daşıyır öz vücudunda. Əhdə vəfadar olan insan Allahın sədaqət, sadiqli sifətini öz vücudunda daşmış sayılır. Gör, nə gözəl xüsusiyyətdir ki, insan xoş o insanın halına ki, Allahın hansısa bir xüsusiyyətin, hansısa bir sifətin özündə canlandıra, onu bir əmanət kimi üzərində daşıya, onun təcəllasına çevrilə. Rəd surəsi 25-ci ayda buyurur, وَيَقْتَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوسَلَ. Bəyək dedi ki, Allah Teala buyurur, onlar Allahın birləşdirilməsini istədiyi şeyləri pozurlar, kəsirlər, doğrayırlar. Ki, onlar nədir? Bir qohumluq bağlarıdır birincisi. İkincisi, ictimai münasibətlərin dağılması. Qohumluq əlaqələri kəsilməsi və ictimai münasibətlərin pozulması, bu da nəyə bağlanır? Əhdin pozulması ilə başlayır. Əhd pozulanda yer kürəsində istər-istəməz fitnə fəsadlar başlanır. Ki, deyir, bağlanmalı olan şeylər birincisi iman əlaqəsidir. İnsan Allahla olan iman əlaqəsini bağlamalıdır. Allah istəyir ki, o bağlı olsun, insan imana bağlı olsun. Allahın istəyi budur. İkincisi, ailə bağlarıdır. Ailə bağlarıdır ki, Allah istəyir ki, o elə bağlı şəkildə də insan öz ailəsinə bağlı qalsın. Və üçüncüsü isə sosial etimaddır, ictimai nüfuzdur. Allah istəyir ki, insan o ictimai nüfuzunu qoruyub saxlasın. Ona görə də deyir, irfan aləmdə kainat ümumilikdə əlaqələr sistemindən ibarətdirsə, əhdə vəfadarlıq göstərmək bu əlaqələri qorumaq sayılır. Əhdə xilaf çıxmaq isə varlığın nizamını qırmaq, varlığın nizamına qarşı çıxmaq sayılır. Allah Teala Tövbə surəsi 75, 76, 77-ci ayələrdə buyurur: وَمِنْهُمْ مَنْ عَاهَدَ اللّٰهَ لَاِنْ آتَانَ مِنْ فَضْلِهِ لَنَسَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ. Deyir, onlardan elə kəslər var ki, insanlardan elələri var ki, Allahla belə əhd bağlayarlar. Deyərlər ki, əgər Allah öz fəzlindən mənə əta eləyərsə, mütləq onun yolunda sədəqə verərəm. Onun yolunda xərcləyəcəyik. Bizə versə, biz mütləq onun yolunda xərcləyəcəyik. Bu bir. İkinci sözü isə وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ. Mütləq salih adamlardan, salih insanlardan olacaq. Yəni, avara-avara yerləri xərcləməyəcəyik. İlahi, bizə əta elə, sonra görəcəksən ki, ilahi, biz yaxşı əməl sahibləri, biz yaxşı insanlara, ehtiyac sahiblərinə xərcləyirik. Bəzən insanda olur da belə, ilahi, ver mənə, mən də xərcləyim də yaxşı adamlara, problemlər. Yolumdan da çıxmayacam, söz verirəm. Bu cür əhd bağlayırlar. Allah buyurur ki, növbəti ayda فَلَمَّا آتَاهُمْ مِنْ فَضْلِهِ بَخُلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ. Deyir, Allah onlara, biz onlara əta etdikdə, Allah onlara əta eləyəndə öz fəzlindən, onlar neyniyərlər? Başlayırlar xəsislik eləməyə, simiclik eləməyə, əllərini sıxarlar. Yadlarından çıxar əhdi, bağladıqları əhd. Nə üçün istəmişdin? İnsanlara kömək etmək məqsədi ilə, insanlara sədəqə vermək, çətinliklərini həll etmək. İndi gəldi, sənə çatdı o vər-dövlət. Verirsən, yox, yaddan çıxdı. Nəfs qalib gəldi. Bəs ikinci nə söz vermişdin ki, yaxşı insanlardan olacam, salih insanlardan olacam. Buyurur ki, Allahın dinindən üz döndərərlər. Görür, nə qədər ayıldıcı ayələrdir bunlar. Görür, nə qədər insan bu qədər əhdlər, peymanlar bağlayır. Allah da bilir insanı, əvvəlcə tanıyır. Deyir ki, bax, belə deyənlər olub, vermişik, 2 dənə söz verib cəmi ki, insanlara köməkli eləyəcəyik. İkinci sözdəki salih mi, yaxşı işlər, yaxşı adam olacaq.
heç birinə də riayət eləməyiblər. Bəs bunun cəzası nədir? Növbəti ayədə açıqlayır ki, فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ. Bunun cəzası budur ki, bax, bəs buna görə də söz verib əməl etmədiklərinə görə də onunla görüşəcəkləri günə qədər o qəlblərinə nifaq düşər. Allah onların qəlblərində nifaq salar. Nifaq salar. Niyə görə? Çünki səbəbini açıqlayır. Bimə əxləfullah mə vəadu. Allaha verdiyi sözə xilaf çıxdılar. İnsan bir şey istəyəndə də diqqətli olmalıdır. Mən nə üçün istəyirəm? Və məqsəd yönlü şəkildə istəyəndə sonradan ki, Allah ona əta elədirsə, verdiyi sözü xatırlamalıdır ki, mən bunun üçün istəmişdim. Düzdür ki, mənim tamahım, mənim nəfsi, həvai həvəsimdir ki, filan yerlərə xəricdə, amma mən axı söz vermişdim. Biz fikir verirsək, xüsusən də Qədir gecələrində söz veririk, Allahla əhd bağlayırıq. O bir illik müqəddaratımızı həll edirdi o əhd, peyman. İndi bizə bir ruzi qapısı açıldı, yaxud bir vəzifə verildi, bir güc verildi, savadlı olduq, bir nəsə elm sahibi olduqsa, yadımıza salaq Allahla bağladığımız əhdi. Əgər elə olmasa, deyir, qəlblərinə nifaq düşər. Ona görə ki, iki səbəbə görə, bir Allahla verdiyi əhdlərə xilaf çıxdılar və danışdıqları yalan danışdıqlarına görə demişdilər, belə eləyəcəyik, əksin elədilər, elə eləmədilər. Deyir ki, bu əhdə xilaf çıxmaq nəticəsində qəlbdəki nifaq yaranır. Əl-Mizan təfsirində deyir ki, nifaq birdən ümumiyyətlə yaranmır ki, o ayədə vurub kənu, yəni davamlılığı bildirən kəlmə işlənir orada. İnsan davamlı olaraq yalan danışar, söz verər, əməl etməzsə, davamlı olaraq yalan danışarsa, onun qəlbində bir nifaq toxumu yaranır. Öz qəlbində nifaq toxumunu əkir. Və həmin o nifaq toxumunun əkilməsinə səbəb davamlı xəyanətin nəticəsidir. Günah təkrarlanır, təkrarlıq da bir hala çevrilir. Günah bir dəfə olunar, tövbə eləyirsən, o başqa məsələ. Amma təkrarlananda bir hala çevrilir, o hal da insanda bir xarakterə, xüsusiyyətə çevrilir. Ona görə də deyir, əhdi pozmaq əvvəl danışıqdan başlayır, sonra şəxsiyyətinə çevrilir. Əvvəl zahirdə onu gerçəkləşdirirsən ki, mən filan şey demişdim, əməl etmədim, bu oldu yalan, yaxud vəfasızlıq. Sonra da o sənin yavaş-yavaş xarakterinə çevrilir, şəxsiyyətinə çevrilir, şəxsiyyətini o cür formalaşdırır. Əhd-peyman mövzusu elə bir mövzudur ki, insanın şəxsiyyətin birbaşa ortalığa qoyur ki, sən kimsən? Özün də bil ki, hansı şəxsiyyətin sahibisən? Yaxud buyurur, Nəhl surəsi 95-ci ayədə وَلَا تَشْتَرُوا بِعَهْدِ اللّٰهِ ثَمَنًا قَلِيلًا. Allahın əhdini ucuz şeylərə satmayın. Ucuz şeylərə. Deyir, o nədir? Ayədəki ucuz şeylər deyiləndə dünya mənfəəti nəzərdə tutulur. Yəni, Allahla bağladığın əhd hara, dünya mənfəəti hara? Sən bunu necə müqayisə edib ona sata bilərsən? Ona görə deyir, insan niyə görə o, deyir, az mənfəət, səmənən qalilə, az bir mənfəət adlandırır. Allahla əhdi az bir mənfəətə satmayın, dünya mənfəət. Niyə görə dünya mənfəəti az adlandırılır? Deyir, çünki Allahla bağladığın əhd əbədi həyatını nizamlayırsa, dünya həyatı fanidir, müvəqqətidir. Sən müvəqqəti az olan bir şeyə görə əbədi həyatı necə puça çıxardırsan? Fəlsəfədə də məna budur ki, dəyərin fəlsəfə anlayışı var, dəyər fəlsəfəsi anlayışı var fəlsəfədə. Ki, həqiqi dəyər Allah yanında olandır, amma zahiri dəyərsə keçici dünyadır. İndi bax, gör hansını seçirsən. İnsan əhdinə xilaf çıxanda bütün dəyərlər sistemin səhv qurmuş olur. Yalan danışırsansa, bir ki, dəyərlər sistemin artıq sən istəyir, yalan danış, istəyir düz danış. Düz danışsan da dəyərlər sistemini qurursan, özün dəyər sistemi qurursan. Əhdə vəfa eləyəndə də dəyər sistemi qurursan. Yalan danışan da, əhdə vəfa etməyəndə də dəyər sistemi qurursan, amma bil ki, yalan danışsansa, əhdə vəfasızlıq göstərsənsə, dəyərlər sistemin səhv qurursan. Ona görə Allahın yazığı gəlir bəndəsinə. Görür ki, bu öz-özlüyündə dəyər kimi fikirləşir, yalan danışmağı, vəziyyətdən çıxmağı, yaxud əhdə vəfasızlıq göstərməyi, nəfsani istəklər və s. və ilaxır səbəblərə görə. Görür ki, bu dəyərləri səhv istiqamətdə qurur, rəhmi gəlir, mərhəməti gəlir, ona görə onu bu xislətdən çəkindirir. Əziz
İmamımız 5-ci İmam Baqir əleyhissalamdan rəvayət var ki, Həzrət buyurur: "Sələsun ləm yəc'alullahu li ahadin fihinnar ruxsa." 3 xüsusiyyət var ki, Allah Taala o 3 xüsusiyyətdə güzəşt yeri qoymayıb. Nədir o? Əmanətin əda olunmasıdır. İstəyir yaxşı insana olunsun o əmanət əda olunması, istəyir pis insan. Fərqi yoxdur. Sən o əmanətə sahib çıxmalısan, əda etməlisən. Üçüncüsü buyurur, əhdə vəfadar olmaq. İstəyir qarşındakı tərəf o əhdə vəfadar olmaq cəhətdən pis insan olsun, istəyir yaxşı insan olsun, güzəştə gedilmir. Və buyurur ki, valideynə yaxşılıq, istəyir valideynin iman əhli olsun, istəyir iman əhli olmasın. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, "Ərbəun mən kunnə fihi fəhvə münafiq." 4 xüsusiyyət var ki, o 4 xüsusiyyət kimdə olarsa, o şəxs münafiqdir. Hətta buyurur, "Və in kânət fihi vahidətən minhunnə, kânət fihi xislətun minən nifaq, hətta yəddə'əhə." Deyir, əgər o 4 xüsusiyyətdən hamısına ehtiyac yoxdur, biri varsa, elə onda münafiqliyin bir xisləti var. Artıq münafiqliyə yaxınlaşmış sayılır. 4 xüsusiyyətin hamısı olsa tam münafiqdir. Biri varsa münafiqliyin əlaməti var. Nədir o 4 xüsusiyyət? Buyurur, "Mən izə hədəsə kəzibə", əgər danışanda yalan söyləyərsə, münafiq sayılar. "Və izə va'adə əxləfə", vəd verərsə, xilaf çıxarsa, sözün yerinə yetirməzsə. Üçüncü, "Və izə ahədə qədərə", əhdinə sadiq qalmazsa. Və buyurur, "Və izə xasımı fəcərə", əgər düşmənçilik eləyərsə, münaqişə ilə rastlaşarsa, sözü səhv gələrsə, sözü davadalaşda bilirsən, bir tərəf digər tərəfə təhqiramiz ifadələr işlədir axı. Bu təhqiramiz ifadələr, nalayiq sözlər işlətməkdən münafiqliyin əlamətidir, Həzrət buyurur. Və nəhayət, əziz Peyğəmbərimizdən sonuncu hədisi də nəqliyim, onunla sözümü tamamlayayım. Həzrət buyurur, "Xamsun bi xamsin." Buyurur ki, 5 şey 5 şeyin üzərindədir, 5 şey ilə bir yerdədir. Soruşurlar, "Ya Rəsulallah, 5 şey 5 şeydədir, 5 şeydə üzərindədir, 5 şey ilə birlikdədir, nə deməkdir?" Həzrət buyurur, "Əgər bir qövm verdiyi sözə, bir cəmiyyətdə, yəni verilən sözlərə riayət olunmazsa, Allah Taala onların düşmənlərin onları müsəllət eləyər." Bəzən deyirik, məsələn, necə oldu bu? Biz problem yaşadıq, məsələn, düşmən qazandıq bu qədər. Bir səbəb budur ki, deyirsən, verdiyin sözə əməl etməmsən. Cəmiyyətdə verilən sözlərə əməl olunmayanda, o cəmiyyətin düşməni kimdirsə, onlara müsəllət olur. İkincisi, buyurur, əgər cəmiyyətdə tərbiyəyə riayət olunmazsa, tərbiyəsizlik baş alıb gedərsə, Həzrət buyurur, ölüm adi bir hala çevirilər, qəfil ölümlər artar. Və buyurur, əgər cəmiyyətdə yalan çoxalarsa, yalan artarsa və yalandan əlavə Allahın nazil etmədiyi bir şeylə hökm verilərsə, Allahın qanunun əksinə hökm verilərsə, buyurur ki, fəqirlik, kasıblıq çoxalar. Və buyurur, əgər bir cəmiyyətdə ki, o ehtiyac sahiblərinə aid satan mal nədir? Zəkatdır da, düzdür. Deyir, əgər zəkat verilməzsə, ehtiyac sahiblərinin malı, sərvəti onlara çatdırılmazsa, zəkata mane olunarsa, zəkat verilməzsə, yağış həmin yerdən götürürlər, yağışlar yağmaz. Və buyurur, əgər cəmiyyətdə nəhayət axırıncısı, buyurur, əgər bir cəmiyyətdə əski çəkilərsə, tərəzidə əski çəkilərsə, buyurur, orada bitkilər də fayda verməz və illərlə bitkilərin, ağacların sərvətləri götürər. Allaha and verir İzzət Cəlallı xatirinə. Bizi əhdinə vəfadar olan imanlı bəndələrindən qərar versin. Cəmiyyətdə sözünə sahib çıxan şəxsiyyətlərdən eləsin. Düz danışan bəndələrindən qərar versin və bütün bu xüsusiyyətlərlə Allahın razılığını dünya axirət qazananlardan eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.